Böyük uğurlar illərin deyil, istedadın və əzmin bəhrəsi olur. 13 yaşında olmasına baxmayaraq, 3 kitab müəllifi kimi tanınan Nadir Kərimli də belə gənclərdəndir. Vətən müharibəsi qəhrəmanı, şəhid Azad Hümbətovun adını daşıyan 291 nömrəli Ekologiya Liseyinin şagirdi olan Nadir Kərimli Ağsu rayonunun Qiyaslı kəndində anadan olub. O, kiçik yaşlarından kitaba və ədəbiyyata böyük maraq göstərərək bu sevgini yaradıcılığa çevirə bilib. Gənc müəllifin ilk kitabı Macəra pilləkənlərində səyahət adlanır. Uşaqlar və böyüklər üçün nəzərdə tutulan kitab 5 fəsildən ibarətdir. Məktəbdə sandığın açılışı, Karl və 2 dostun səyahəti, 3 dostun Xəzər dənizinə səyahəti və Macəralar adasına səyahət adlı bölmələr oxucunu maraqlı hadisələr və fərqli macəralarla tanış edir. Bu kitabın məzmunu əsasən 3 macərapərəst dostumuzun Azərbaycan fərqli bölgələrinə səyahət edərək macəraları tapırlar və beləliklə Macəralar adasına səyahət edirlər. Bu macəralar da mənə bir pilləkənin addımlaması bənzərliyi fikrini yaratdı deyə. Ona görə mən kitabın adını məhz Macəra pilləkənlərində səyahət qoydum. Bu kitab mənim ilk uğurum oldu və bu kitab da mənim digər kitablara qapının əsas açarı oldu. Təhsil aldığı liseyin və müəllimlərinin onların göstərdiyi diqqət və mənəvi dəstək gənc müəllifə yeni hədəflər müəyyənləşdirmək üçün stimul verib. Nadiri ilk dəfə olaraq mən Zəfərimiz Şərəf Tariximizdir adlı tədbirdə kəşf etdim. Onun bacarığını, istedadını gördüm və tədbirlərə dəvət etdim. Getdikcə artıq o püxtələşirdi, onun nitqi səlisləşirdi, obrazlı şəkildə özünü təqdim etmə bacarığı yaranırdı. Bir gün isə eşitdim ki, Nadir artıq kitab yazıb. Bu mənə çox maraqlı gəldi. İkinci kitabı artıq işıq üzü görəndə və bu kitabları oxuduqda görürdüm ki, Nadir çox maraqlı mövzulara toxunub və oxucunu çox maraqlı bir istiqamətə yönəldir. Biz məktəb rəhbərliyi olaraq hər dəfə onunla görüşlər keçirdirdik. Onun yaradıcılığını bir gənc yazar olaraq onu şagirdlərə, müəllimlərə təqdim edirdik. Ən çox sevindiyim isə onun 3-cü kitabı oldu. Çünki bu kitab Zəfər tariximizin müəllifləri olan qəhrəman şəhidlərə həsr olunmuşdu. Həmin kitabdan sonra da məktəbin rəhbərliyi şəxsən Arif müəllim başda olmaqla gənc yazarımız Nadirlə bir görüş keçirdik. Yaradıcılıq yolunu inamla davam etdirən Nadir Kərimlinin ikinci kitabı Nağıllar aləmi adlanır. Uşaqlar üçün yazılmış bu kitab Yaxşılıq, 3 qardaşın hekayəsi, Sehirli kitab, Nadir və Tomris və Alabaşın dostluğu adlı 5 nağıldan ibarətdir. Müəllifi olduğum ikinci kitab xeyirxahlıq, yaxşılıq və milli dəyərlərimizin uşaqlara aşılanması məqsədi ilə yazmışam. Uşaqlar bu milli dəyərləri və xeyirxahlıq, yaxşılıq xüsusiyyətlərini öz xarakterlərinə aşılayır və gələcək nəsillərə çatdırır. Bu kitabda müxtəlif məzmunlu nağıllar var. Məhz buna görə də kitabın adını Nağıllar aləmi qoymuşam. Müəllifin ilk oxucuları isə onun ən böyük dayağı olan valideynlər olub. Nadir bizim ailənin birinci evladıdır. Nadir uşaqlıqdan digərlərindən seçilirdi. 3-4 yaşında Nadir yazıb oxumağı bilirdi. Belə bir şey də deyə bilərəm ki, Nadir 2 yaşı var idi. Kitabı tərsinə tutaraq oxuduğunu göstərirdi bizə. Yəni o vaxtdan bura bizim Nadirdə kitabı oxumağa, yazmağa həvəsi olduğunu, daha maraqlı gəldiyi üçün biz Nadirin arxasında durduq. Nadirə dəstək oldu bir valideyn kimi. Nadir mənim ilk oğul nəvəmdir. Nadirlə mən fəxr eləyirəm. Gənc yazardır. Nəvələrimin içində ən istedadlısı demək olar ki, Nadir Kərimlidir. Vətən sevgisi, şəhidlərə sonsuz ehtiram və milli ruh Nadir Kərimlinin 3-cü kitabının əsas mövzusunu təşkil edir. Sükutu daşıyan Qəhrəmanlar adlı kitab vətən uğrunda canından keçən qəhrəman oğullarımıza həsr olunub. Gənc müəllif bu əsərində qəhrəmanlığın yalnız döyüş meydanında deyil, xalqın yaddaşında da əbədi yaşadığını qələmə alıb. Qarabağ Azərbaycandır. Deyirlər bülbülə çəmən yaxşıdır, insançılar əzar vətən yaxşıdır. Şair solmanədə vətən yaxşıdır. Adı gəlcək könlüm dastana döndü, dastana döndü. Sükutu danışan Qəhrəmanlar kitabımın digər kitablardan fərqi fəxr və qürur hissi ilə andığımız vətən mövzusudur. Vətənimizin azadlığı uğrunda öz şirin canlarından bir göz qırpımında keçən şəhidlərimizin qəhrəmanlıq
və döyüş yollarını gələcək nəsillərimizə çatdırmaq mənim üçün nəinki bir uğur, ən böyük vətəndaşlıq borcudur. Kitab ziyalılar və oxucular tərəfindən maraqla qarşılanıb. Müəllif isə yaşlılar arasında nümunə göstərilən gənclərdən birinə çevrilib. Nadir bizim aktyor heyətinə gələn ilk gündən uşaqlarla, gənclərlə arasında olan səmimi münasibət, mehriban, qayğıkeşliyi ilə tanınır. Mən Nadirin 3 kitab müəllifi olduğunu öyrənəndən sonra onunla daha yaxından maraqlandım. Onun şəhid ailələrinə, şəhidlərimizə, qazilərimizə göstərdiyi xüsusi diqqət Nadirin 3-cü kitabının qəhrəmanlarımıza, milli qəhrəmanlarımıza, şəhidlərimizə həsr olunduğunu öyrənəndən sonra Nadiri səhnədə bir aktyor kimi də görmək istədim. Nadir ilk dəfə səhnəyə Cənnətdəki 4 ağac adlı tamaşada şəhid atası Dəmirçi kişi rolunu oynayaraq çıxdı. Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə bu yaşında verdiyi töhfələrdən dolayı məncə ilk öncə ailəsinə, daha sonra müəllimlərinə çox şey borcludur. Nadir Kərimli sübut edir ki, arzuların yaşı olmur. Böyük uğurlar bəzən kiçik adımlarla başlayır. Bugün 3 kitabın müəllifi olan gənc yazar sabah Azərbaycan ədəbiyyatının tanınmış simalarından birinə çevrilə bilər. Çünki gələcəyi quranlar yalnız xəyal edənlər deyil, xəyallarını zəhməti ilə gerçəyə çevirənlərdir. Teymur Bayramov, Samir Quliyev, Ruslan Məmmədov, Sum TV.